xəbərim var, təzə işçi gəlib. Hə, görmüşəm, heç xoşuma gəlmədi. Hə? Bunun torbasını tikmək lazımdır. Necə? Görərsən indi. Eşitdim, təzə gəlmisən. Bura təzə gəlmişəm, amma satış təcrübəm çoxdur. Hah, yaman özündən razısan ha. Mənə fərqi yoxdur. Ürəyin istəyən adamı göstər, mən bu kostyumu satım ona. Ürək istəyən adam. Bilirdi adam. O adamı gördün. Hə, gördüm. O adama kostyumu satsan, axşama sənə 100 manat verəcəm. Əgər sata bilməsən, sən mənə 100 manat verəcəksən. Mən getdim, sən 100 manat hazırla. Sən bunu hara göndərdin? Müdirin yanına. Sən bunun torbasını belə tikirsən? Şimdi bax, müdir onu işdən qovacaq. Başa düşmədimi? Bunlar niyə bura gəlib? Mən nə bilim. Müəllim, gözləyin kostyumunuzu gətirim. Hə, qulaq as, bu adam mənə kostyum satdı. Öz mağazamda özümə kostyum satdı. Malades! Nə oldu da? Torba tikmək məsələsi alınmadı. Ay nə gül sənə 50 manatı hazırla. 100 manatı uduzdu. Nə 100 manat, nə 50 manat. Mənim işim gücüm var, müştərilərim qalıb orada. Get özün məşğul ol onunla.